Selamünaleyküm uşaqlar. Hər vaxtınız xeyir olsun. Yeni bir bilici ilə gəlmişəm bugün. Deməli 3 sualımız var. Birinci, hərflərin sayını öyrənmək üçün düstur. İkinci, sözdə hərfləri kiçik hərflə çevirmək və sözdə və cümlədə hərfləri saymaq. Sözdə, cümlədə nə qədər hərf var, hansı hərfi istəsəniz, sonunda hərfin nə qədər var, onu yazır. Deməli, başlayaq. Deməli, belə. Buradan belə bir şey açırıq. Bir söz yazaq. Diş həkimi deyə bir söz. Diş həkimi. Şimdi burada nə qədər hərf var, onu öyrənəcəyik biz. Buradan bir şey açaq. Uşaqlar, bərabər qoyuruq. L, görürsünüz, L gəldi. L. L-ni taba vururuq. Və buraya C3'e vururuq. Diş həkiminin şu xananın üstünə. Bunu vursaq, sözdə nə qədər hərf var və bu aranı da hesablayır. 10 dənə. Bir dənə baxın. Düz hesablayır, yəni səhv ola bilməz. İkinci şərt nə idi? Sözdə hərfləri kiçiklə yazmaq. Buradan da bir açırıq. Buna da durun, buna belə eləyim ki, rahat görünsün. Buna da belə eləyim. Deməli, yox, bunu da ortaya çəkim, rahat görünsün. Bərabər vururuq. Və buna İngilis dilinə çevirmək lazımdır. Lover. Görürsünüz, gəldi. Tabı vururuq. Həmin bu xanaya toxunuruq. Toxunmazdan qabaq gözləyin. Bir şey deyəcəm. Bunu diş həkimdəki bu həkim sözündə başlığın P ilə yazaq. Görürsünüz, diş həkimi. Bərabər qoyuruq. Lover gəldi. Buna toxunuruq və enteri vururuq. Söz oldu balaca hərf. Gördünüz, hamısını balaca hərfə çevirdi. İndi bizim üçüncü sualımız sözün içindən hərfləri saymaq. Hansı hərfləri istəsək, onu sayacaq bizim üçün. Buna gəlmişik. Uşaqlar, bunu elədik, bunu elədik və sıra çatdı buna. Biraz aşağı çəkək, belə eləcək yaxşı var. Buradan belə bir şey açaq. Ortaya çəkək. İndi biz yuxarıdakılardan istifadə edəcəyik uşaqlar. Yuxarıdakılardan. Bərabərə vururuq. Gördünüz. L, E, N deyə çıxdı, gördünüz. Yazdım L. Buranı vururam. Diş həkimi xananı vururam. G3 yazdı, gördünüz. Mötərizəni bağlayıram. Çıxılsın. Baba, çıxılsın. Çox önəmlidir. Təkrar L. Tabı vururam. Sub. Görürsünüz, gəldi. Bu söz.
üstünə vurub tabı basıram. Açıldı. Təkrar loverə gəlirəm. Belə vururam. Yenə bu xananı seçirəm. Mötərizəni bağlayıram. Vergülü taxıram. Vergül olmadı bu. Keçdik. Vergülü attım. Seçdim, vergülü attım və qıynağın içində hansı hərfi axtarsaq? İ hərfini axtaraq. Məsəl üçün, İ hərfini axtaraq. Qıynağı bağlayıram. Vergül vururam. Sonra 2 qıynaq açıb, görürsünüz, qıynağı açdım, qıynağı bağladım. Mötərizəni atıram, 2 mötərizə atıram, çünki 2 dənə özəllik açmışam və enteri vururam. Yox, nədir? Harasa biz səhvli eləmişik. Bir ona baxaq, görək, harada səhvli eləmişik biz. Səhvə baxarıq, uşaqlar. Harada səhv eləmişik, ona bir baxaq. Burada minus qoymuşuq. Yazmışıq, düz yazmışıq. Mən bura balaca i yazmalıyam. Kiçik i yazmalıyam. Kiçik i. Böyük i olmur. Çünki bu özəlliklər, görürsünüz, bu özəllik bunun içində var. Avtomatik çevirir kiçik hərflərə. İndi baxın. Görürsünüz. Diş həkiminin içində 3 dənə i hərfi var. Uşaqlar, 3 dənə i hərfi var. Görürsünüz, 3 dənə i. Məsəl üçün, mən buradan hansı hərfə baxmamı istəyirsiniz? Məsəl üçün, mən bu i-ni pozub, mən bura mu yazsam, amma balaca mu. Görürsünüz, mu yazdım. Diş həkimində nə qədər mu var? Bir dənə mu var. Bir dənə mu gəldi. Mən bura başqa bir şey yazmaq istəyirəm. Məsələn, yazmaq istəyirəm. Salmanov Mədət Nərimaoğlu. Gördünüz? Yazdım. Bax, sayın da göstərdi, gördünüz. Bax, burada 27 dənə burada hərf xana var. Həm xana, həm hərf var. Burada hamısını balacaya çevirdi, gördünüz uşaqlar. Və mən burada hansı hərfdən daha çoxdur? Məsəl üçün, mənim adımda ən çox hərf nədir? Mədət. Məsələn, mənim soyadımda, ata adımda. Əvvəl ə-dən başlayaq. Görək ki, nə qədər ə var məndə. Ə. 3 dənə ə hərfi var. Ofşi. Adımda, soyadımda, ata adımda. Sonra keçdim başqa bir hərfə. Məsələn, mu hərfi. Məndə mu çox olar. Mu. Nə qədər mu var? 3 dənə mu var. Salmanov 1, 2, Nəriman. 3 dənə düz sayır. Və bunu da həll elədik. Bura nə yazsanız yazın. Musayev Təbriz. Musaoğlu. Gördünüz uşaqlar. 24 dənə xana var, hərf, boş ərazi var. Burada çevirdi. Mən də bunu da axtaracam. 2. Musanın adında nə qədər mu var? 2 dənə mu var. Nə qədər ə var? Onu baxaq. Bir dənə ə hərfi var. Və bu qədər. İstədiyiniz bir adamı ya bir sözü nə istəsəniz yazıb baxa bilərsiniz. Bu qədər. Allah köməyiniz olsun. Gələn görüşlərə qədər.